الرحمن الرحیم 24 مرداد 86 سوره فرقان آیه 56 به بعد. اعوذ بالله من الشیطان الرجیم و ما ارسلناک الا مبشرا و نذیرا. Bu ayə Peyğəmbər İslam'a tənə vurmaqdır, hoşdar verməkdir. Dağdakı ayələrdə bu zəminədədir. Şayət بیش از 50 بار bu Quranda Peyğəmbər İslam'a Allah hoşdar verir. Bu ümumandakı da əyləşində dayan öz məsuliyyətində. Çox tük getmə. Bəli, 50 bardan بیشترdir. Peyğəmbər İslam nəinki dilvaپس idi, nəinki məsələn Peyğəmbər İslam Xudای nəkərdə gələ məsələn o həddi hududundan təcavüz eləyə, cəsarət eləyə. Məsələn bu bəzi əfrad kimin یا پاپیچ افراد ola istəyər məsələn yapışa bin qulağından quşmallıq verə, o xeyr. Bəlkə بیشتر Peyğəmbər İslam narahat olurdu, əsabı xord olurdu, dayaqıydı. Xود bu dayaqmaq Peyğəmbər İslam'a Quranda günah hesablanır. Məsələn bir surəmiz var, orada sərihən buyurur ki Allah sənin günahlarını günah ayəndə və qozəşləri bəşlədir. Xub adam deyir ki, görsən Peyğəmbər İslam nə günah edibdir? Kimin toğuna daş atıb, kimin divarla düşüb, hansı naməhrəmə baxıb, hansı həlala həram edib. Məbada bu cür zətdə zehnimdə gəlir. Niyə deyirəm məbada? Bəran ki, əgər bu cür olsa, onda nəqzi qərəz olar. Yəni mənə nəqzi qərəz olar. Nəqzi qərəz olar bir dənə istilahdır. İstilah kəlami və fəlsəfidir. Yəni o hədəfdən xatirə ki Peyğəmbər təyin olub, ona deyirlər qərəz. Peyğəmbər əgər o cür günah eləsəydi, onda o qərəz, yəni o hədəf nəqz olardı. Nəqz olardı, sınardı. Yəni Peyğəmbərin o cür aşkara günahkar olmaqlığı bais olardı ki, mərdumun etimadı Peyğəmbərə səlb olsun. Mərdumun ki etimadı Peyğəmbərə səlb oldu, onda da Peyğəmbər əhdafına yetişməzdi. Buna deyik, nəqz-i qərəz. Xob, bəs bu cür ola bilməz, mahaldır. Buna dəlil-i nəqli və əqli varımızdır. Ondan sonra bu Quranda Peyğəmbərin oxuduq ki, bizə şəhiddir. Şəhid yəni ulğu. Quranda neçə də şəhid, bir məna ağah və imza eləyən, bəzi də bir mənayı ulğu. Ya əsas sərihən kəlməyi osvə işlədi. Deyib ki, Peyğəmbər İslam bəqi Suriyə əsrafda oxuduq. O bizə osvədir. Vəxti osvədir, Allah bir günahkarı, məsələn, dindən xaric olan gəlsə, ulğu qərar versə, onda gənə də Allahın özünə irad gələr. Deyək ki, bax bu Allaha, hələ, bax bu Allaha gəlib, bir dənə günahkarı bizə ulğu qərar verir. Olmaz. Xob, bəs onda, əgər bu cürdəyi, və niyə deyir ki, sənin günahını geçdik, tövbə elə. Biz sənin günahları bəşlədik. Qurandan istifadə olur ki, Peyğəmbər İslam dayaq imiş, narahat olurmuş, əsabı xord olurmuş, heyfi gəlirmiş. Məsələn, gahdan adam istədikliyindən bir halətə düşər ki, məsələn, yapışsın, çəhsin bu tərəfə. O cür, o halətdə gəlir, məbada. Sən dənizə xüsusiyyətində, sən üçün bir məsuliyyətin var. İndi o. Bu ayədə olan təyyidindədir. Dalda da bir cümlələr var, görəcəksiniz. Ey Peyğəmbər, ma ərsəlnəkə illa mübəşşirən və nəzira. Ey Peyğəmbər, fəqət və fəqət manan, illanın bir də mənası fəqət və fəqətdir. Fəqət və fəqət səni bəşarətgər və hoşdar dəhəndə yollamışım. Sən bir ayı təşrifin yoxdur. Sən niyə از خود بی خود olursan, niyə dağıqsan, niyə bağırın satdı, niyə narahat olursan? Bu sən, amma indi mərdum.
قول جد با جماعت دید دینا چی؟ ما اسألکم علیه من اجر علیه او هی یعنی نبوت من با نبوتین گوالندا sizden hiç ummenin de manası hiçtir. Hiç muzlu padaş istemiyor. Asla istemiyor. İlla bu da manası lakindir. Lakin bizat isteyem ha. O ne manadır? Men şa'en yettexize ila Rabbi sebila. Mecelen ki bir nefer gələ mümin ola. O iman istəyəm. Mən o kəs istəyəm ki lakin, məcəri ki lakin mənasını olur. Lakin bir şey istəyəm. Nə mən istəyəm? Əcr istəməyəm. Bəs nə mən istəyəm? Mən bir şəxs istəyəm ki o şəxs özü istəyəm Pərverdigarın tərəfinə bir yol tapa. Yəni mən yol tapan istəyəm. Mən mümin istəyəm. Bu mənanı neçəsə edilmiş o. Xanımcı deyir, misal verdim. Deyim ki məhya ya ayəta mamasına deyir ki bana gəl sizə kömək eləyim. Gəl kömək eləyim. Bu da yox. İstən mənə kömək eləyəsən get dərs ox. Bu məfhumdadır ha. Siz mənə muzdu verəsiniz. Gelin mümin olun. Gelin Allah'a tabi olun. O illəl məvəddətə fil qurba da bu cüydür. Ki kitab ayı dərsi də mütəfsana ayı mən olur. Mən sizdən ma əsəlukum əleyhi min əcr illəl məvəddətə fil qurba. O da bu cümləni eləyiblər. Deyirlər ki Peyğəmbərdir mən sizdən muz istəməyəm məgər ki mənim famillərimi söyün, onlara məhəbbət edin. Bu məna qələtdir. Mənim familim o da yoxdur. O qurba, o yekə gəlib oyda, o zəmir deyil. O qurba, o kəlmənin özündədir. Orada da Peyğəmbər deyir ki, mən baba sizdən muz istəməyəm. Üstü mənə muz verəsiniz, gedin famillər içində məhəbbət icad edin. Bir cüzü şey burası birimizin başımıza sındırıyorsunuz. Gedin dostluq salın. Məvəddətlər qurba istəyəm. Məvəddətlər qurba yəni icad دوستی در بین خویشاوندان. خب چون اگر دیسه که من istəməyəm amma mən famillərimdən xoşuz gəlsin o ilə bizim əvzidir. Doğrudan indi məsələ mən deyəm ki xanımlar mən sizdən muz istəməyəm amma mən famillərimə məhəbbət eləyir. Məclisə vardılanı yana aparın yuxarı başda əyləşdirir. Qəzan yaxsın, təşkil etsin onlara məhəbbət eləmə vuzuyorlar da. O elə muzludur. Onun əlbəttə bizi təbii ilə bunun faydası əfradın özünə yetişir. Onlar hamısı o kəlməni qələt məna eləməkdən naşi olubdur. Məvəddətlər qurba, çünki bunun məvaridi çoxdur Quranda. Elə bir şahidi də budur. Mən sizdən əslan və bədən muz istəməyəm. Və ağa nə istəsən? Mən mümin istəyəm. Mən dindarlıq istəyəm sizdən. Xob. İndi bu birisi ayədə ki, o ayə əvvəlin mükəmmelidir. Ey Peyğəmbər, o ayə əvvəldə buyurdu ki, sən fəqət və fəqət bəşir və nəzirsən. İndi burada onlarca buyurur ki, və təvəqqəl. Ey Peyğəmbər, daxma, etimad elə. İşləvi vaquzar elə. Təvəqqülə mənası buzurda. Biz yedik vəkil tutuyuq. Yəni işlərimizin yeni yox. Vaquzar. İndi bizim bir dənə kuyumuzda bir müşkil gəlib də var. Gedik dağdı qüssarıya, qaçıq olan bana, o servis asansörü orada, qalıb asansörün arasında peresi olub ölüb. Bizə də əlsət olur dedik. İndi biz qaçıyıq. Deyilə, ağa, bu iş qaçmıyor. Bu işlər verin, vəkilə çəkilin dalır, özü rahat edir. Qoy vəkilin ixtiyarında. Təvəqqülün mənası budur. Və təvəqqə, işləvi vaqıza ilə kimə? Ələlə həyyəlləzi la yəmutu. Vücud həyyə ki əsla və da ölməyəcək. Həmişə diridir. Həmişə həvası cəmdir. Və səbbih behəmdihi. Sən gəl برای حمد پروردگارت تسبیح کن.
Bu bir mənası. Səbbih gəl qoşul bir suva ki, tüş şina ilə bir cərəyana düşür. O cərəyan neyini? Həmd pərverdigarı. Sən daxil o məsələ. Bir məsələ vardır o ki, münzər olsun həmd pərverdigarə və cinə də bilcinən ki, kəfa behi bezunub ibadehi xəbira. Allah در مورد گناهان بندلری کفایت eləyəndir. به خاطر bu ki, o بسیار آگاهdır və باخبرdir. Allah hazır nazirdir. Sen niye daxilsən? Kəfabehi o orada faildir. Yəni Allah kifayət eləyəndir bəndələrinin günahının moridində və bəlan ki, o çox باخبرdir və ağahdır. Xoş, daha ki ayət yenə də Peyğəmbər İslam'ı təskinlik versin. Əgər bu məsələ bir nəfər mütəvəssir olmazsa, bu ayələrin irtibatını təşxis edə bilməz. Əlləzi xələqəs səmavat vəl-ərzə və ma beynəhuma fi sittət əyyamın. Bu Allah ki, deyirəm ona təvəssüllə, o bir Allahdır ki, asmanha və zəmini və onun arasındakı mövcudatı 6 dövranda xəlq edir. Xob, xanım oynayın, bir nəfər indi həvası cəm olsa deyər, xob, sümmə azad. Nə rəbti var? İndi orada təvəkkülər azı danışıydı. Bu tərəfdən qaçdı xilqəti asmanha və zəmin də 6 dövrə ya 6 روز. Rəbti buzuydu. Rəbti budur ki, indi bəli. Deyir, Allahın əlində bu xilqəti asmanha və zəmin bir ləhzədən can tapa bilərdi. Elə deseydi, kun fəyəkun olardı. Amma bu niyə? Kun fəyəkun eləmədi. 6 dövranda xəlq eləyir. Mərhələ bə mərhələ. Sən də mərhələ bə mərhələ. Səbrinə. Bunu baxalım, bir dəqiqə məsələdə də Mevləvi bunu bu ayəni şərh edibdir. Bunlar zəhmət olmasa buyurursunuz. Mevləvi میگوید با تأنی گشته از عالم جدا تا به 6 روز این زمین و چرخها ورنه قادر بود که از کن فیکون صد زمین و چرخ آوردی برون. این تأنی از پی تعظیم توست. صبر کن در کار، دیر آی و درست. Peyğəmbər İslam'a deyir. Bu 6 dövrənin burada söhbəti bundan xatir edir ki, deyər ki, mənim əlimdə bir zat deyədir ki, elə bir söyləsəydim dünyalar düzələrdi. Ben ya 6 dövrəndə xəlq eləmişəm. Yəni sən də bu risalətini tədris edən qədəm bə qədəm, hövsələ ilə, zamanına apar qabağa. Şimdi fikrim işlemiyor arasında bir dakika sonra fikrim arasında. Tamam. Ondan sonra son mesteva ələl ərşi 6 doğrandan sonra xəlq eləyəndən sonra başladı müdiriyyət aləmi. İsteva ələl ərş barha təkrar oldu cüzvələrimizdə Quranda. Yəni ərşə müstəqər oldu, ərşə müsəllət oldu. Yəni ve idare ve müdiriyete alem meşgul oldu. Yani evvel halkları sonra başladı idareliğe. İrtibatı da buzuydu ki erşiden menzur taxt-ı səltənətdir. İsteva ələl ərş yani taxta çıxdı. Taxta çıxmaqda da nə gəldi bu əyləşdi. Kəmanki deyib filankədə taxtdan saldılar. Nə ki oturmuşdu taxtamızı itələdilər saldılar. Yəni o məqamı mövqeyyətin əlindən aldılar. Bu istilah da Quranda yəni tədbiri umur aləmə məşğul oldu.
او به گناهان بندگانش جزوه داده الله غیره. همین بس که او به گناهان بندگانش آگاهی دقیق دارد. اصلا مشتره داده یاده بود. سفرزون برو 107 خانم یو او معنا 104 قبیلا از شخصی که آگاه او آیره معنای او آیره لغت معنای لغتی یا او آیره alal arşe Rahman halk elçileri ve yerleri altında bakın bu işte قبیلا از شخص لب اول سطر بخون به ذنوب به گناه عباده بندگانش خبیرن آگاه باشه. لب اول سطر بخون o bir غیر از بودی قبیلا او بله او آیره ده چیز او بیسای انا کویسیس کنه بله ایده اون لایت شده او خبیره نیست او آیره خبیره بله خب بله بله او اینده اونا نزدیسه کنه چی خب الرحمانو یعنی هو الرحمانو او خدای رحمان ده. البته برون قاعده است و او در واقع منصوب الاساته یعنی مصدور الاساته علل حی الذی او حی او الذی که مصدور اون صفت ده بوده اون صفت ده منتها نه چی لطفا قاعده و اگر گت تبعیت اصلا او اعراب درشیلر ده هر سال بوده بونو خبر سازی برای مبتدای محذوف هو الرحمن او پروردگار رحمان ده اون رحمانیتی ایجاب لیچه مردم ها مختصر اختیار بسه و مختصر اختیاران گابانده بلا ایلیا بسنه مخالفت لسنه تا یاخسینان پیس مشقص اصول زهنمینم بهشتیم مفهوم اصول این بیو فسأل بهی خبیرا bu موردdə get bir با xəbər fərdidən sual elə ya get Allah'tan soruş Allahi ki yox get bəli bu xəbirən bu da ki mənası iki cür demək olar burada iki dənə nəzər var bir bu da ki get bu məsaili bir fərd با xəbərdən soruş siz bu moradda oxudunuz orada ولی همون bu موردdə bir də müfəssirlər ilə bu da Allah ola bilər. Fəsəl behi ki Allahın موردində bir sual elə, istifsar elə, در حالی ki Allah با xəbərdir. Bu eləyə bilər həm insanı با xəbər olsun, həm Xudayı با xəbər olsun. Bəli üstəki xəbirən Allahdır. خب و اذا قیل لهم مسجدوا للرحمن اما متاسفانه وقتی bu cemaate deyilir gedin Xuday Rəhmana səzdə eləyin onlar mesela sinə qabaq verirlər gəldən düz saxlayırlar muhtərəzana deyirlər ki və mən Rəhmanu Rəhman kimdir? Kilo neçədir? İndi buzu deyirlər hardan gəldi? Rəhmanın kilo neçədir? Ənəssudu لما تعمرنا آیا biz gedək səzdə eləyək o sırada ki sən bizə dəstür verirsən yəni sənin dəstürə tabi ola yəni biz sənə tabi ola özünü bizi kisildə sən kimsən Rəhman kimdir əsas siz hardan tapıldınız indi bu sözlər deyə demaqlığın bir təhsik olur o təhsik bu cümləyə bədidir və zadəhum nufura bu halət etirazamız bu bir tərbiyətlik باعث olur ki onlar Allah'tan daha da uzaklaşsınlar. O için mesela məruf deyirlər şuxi ciddi mişələr o bir dənə düz söz yəni gahda elə şuxi ilə güzel ciddiyə tədbir oldu həmişə yox bəli gahdan olur ya elə məsələn bəzi bu sözlər adam belə şuxluğla deyək ki məsələn fərzi bu dədə nə böyük baba kimdir, əmi kimdir, həmsə nə mənədir? Bunu bir neçə set deyək. Yavaş-yavaş görürsən ki, təsir qoyur.
İndi bu cür məsailə ki, adam məsələn deyir, namaz nədir, oruç nədir, məscid nədir, helal nədir, haram nədir? Uşağa bax. Özü dəqiq də ha. Məsələn, vaxtən helal haram müraciət eləyir, amma danışandadır ki, helal nədir, haram nədir, məhrəm nədir, naməhrəm nədir? Bunun neçəsi tikirsə ki, xud bu xud tərsi qoyur. Tərsi qoyana mənə o helal haram bəhsindən uzaqlaşır. Bəli? Mələkə olur da. İndi buyurur ki, bunlar ki, bu cür səsəfək danışırlar, qələf danışırlar. Bu qələf danışıqlıq bais olur ki, bunlar bir daha Allah'tan uzaqdırlar, bir də uzaqlaşsınlar. Təbarəkəlləzi cəalə fis-səmai buruca və cəalə fiyha siracən və qəmərən munira. پاک منزه‌dir, پربرکتdir. O vücudi ki göydə borcuları təyin eləyir. Borc o mədar ya o məhəllilərdir ki sitarələr, səyyarət orada gərdiş eləyir. İndi qatarı şəhri düzəldiblər də Təbrizdə. O qatar bir məsirdən gəlir. O məsir qatara demək olar borcu qatar. Bunda bu gövdə olsa, bu yerdədir. Gövdə bu qatarhay asimaninin məsiri var. Məsirlərə borcu deyibdir. Və cələ fiha və qərar verib bu borcularda, bu mədarlarda, bu məhəllilərdə siracən və qəmərən munira. Siraq bir də çıraq, yəni gün qərar verib və mah nurani qərar verib. Və huvəl-ləzi cəələl-leylə və-n-nəhərə. Allah o şəxsidir ki, gecəni və günüzü qərar verib xilfətən, bir-birinin dalında, peydərpey. Xilfət yəni peyapey, peydərpey. Xəlifə kəlməsindəndir. Ləmən əradə ən yəzzəkkərə o əradə şükura. Bu sözlər bundan xatirədir ki, hər kəs istəsə bunlara diqqət eləyə, bu təvəccüh ol, ya şökrüqüzar olur. Xob, bunlar bəs nədən xatirə deyildi? Bunlar bundan xatirə olur ki, Allaha mərif eləsin bir miqdar və desin, Allah bu afərinəşi hırsəli ilə xəlq eləyib, bu bilafasda xəlq eləməyib, ondan xəlq eləyəndən sonra nəzm-i nizam qərar verib. Məsələn, Allah eləyə bilərdi ki, fərzi bu, günü bir yerdə sabit eləsin, ayda bir yerdə sabit eləsin. Amma bunlar bir məsciddə qərar verib, ta bunlar bir-birinin dalıca gəlsin. Yəni, türküsü budur ki, işə qatmayasan. Peyğəmbər gahdan məsələn, elə bir ki, daxilmiş, istəymiş, işə qatsın, və bizə də dərsində ondan sonra ki, hər zat öz yerində. Məsəl, bərnaməsi ilə gəlkidə qaba. Peyğəmbər nübüvvət də gərək bərnaməsi ilə olar. Görürsən ki, sənin pərverdigarın bərnamə üstə işləyibdir. Altıda oranda xəlq eləyib, onlara müdiriyyət eləyib, bu nəzm-i nizamla aləmi icad eləyib. Bunlara diduq, ləmən əradə, o mən dərəcə əvvəldə Peyğəmbərdir. Ondan sonra bəqiyyə əfraddır. Hər kəs istəyə bu da diqqət eləyə, mütəvəccüh olur. Peyğəmbər bunlara diqqət elə, get, yolu tutar. Xoş. İndi bir nəfər getsə, yolunu tapsa, olacaq Allahın yaxçı bəndəsi. O Allahın yaxçı bəndəsinə əlavə bər inki mütəzəkkir olur, şükürgüzar olur, bir silsilə ayrı bir xislətlər də gəh olar. İndi olar buyurur. İbadur-Rəhmani Allahın ya Rəhmanın bəndələri işdə mərif eləyib. Onlar bu cür olarlar. Əlləzinə onlar bir əfraddırlar ki yəmişunə ələl-ərzə havna yer üzündə nərm gedərlər, aram gedərlər. Havn yəni nərm. Aram deyək, bəli aramlıq da var onun zimnində. Ya nə mənə? Yəni nə təbəxturuna yol gedərlər. Bir əfrad görsə, bir form yol gedir ki, heç dörbəni etiran eləməyir. Yəni gözü ayağın altın görmür. Özgəni hesaba qoymayır.
nə də çox belə yüngül yol gedərlər ki, ona baxır, buna baxır, onunla danışır, ona bir söz deyir, qaçır, dincildir, bir form gedir ki, mesela mətanəti yoxdur. Nə o cür təbəxtər ona, nə o cür muzhic. Bəlkə horu gedərlər, aram və nə. İndi bir yox budur ki, aram yolda gedir, fikir özündədir, mümkündür ki, bir nəfər ona bir söz atar. İza xatəbəhumul cahilun qalu salama. Vəxti ki, cahillər onlara müxatəb qərar verirlər. Yəni, onlara bir söz atırlar. Onlara bir söz deyirlər, tohun edirlər, yaman deyirlər. Şey ağa, şey xanım, bəli. Yox, onlar yox, bunlar olaya nə deyirlər, cahillər nə deyirlər? Cahillər bizi bərxord edirlər ki, o bərxordun nəticəsi səlamətli olur. Yəni, onlara deyirlər ki, salam bay bay. Yox, mümkünü salam da verər. O da onun cüzündə var. Bəlkə bir həm, o cür cahilanə cavab verməyir. Cavabı ki, cahilanə deyir. İndi məsələn, bir dənə xanıma mümkündür bir nəfər söz atar. İndi mod olub da, bir zaman varmış, oğlanlar söz atarmışlar. Mən özüm barha görmüşəm ki, oğlanlara söz atırlar. Hər moqə ki, qızlar teylədə çox olub bir yerdə, oğlanlara söz atırlar. Biz getmişdik İsfahana, Şah zaman. Danıştılar, aparmışlar, məsələn seçmişdilər. Orada oğlanların teylədə az idi. Buradan İsfahanacan o qızlar bildiklər elədilər oğlanlar. Ki, bir deməlidir. Məsələn, mən siz o əqəlliyyət oğlanlarda ki, neyim? Xod İsfahanda qızlar, oğlanlara apardılar ki, müxtəlif istəxrə, müxtəlif istəxrə. Bir iki nəfər oğlanda var ki, istəmiydi, qızlar tuturdu, atırdılar istəxrə. Yox, mən atılmadım. Zobahan istəxrə. Yox, mən atılmadım. Mənzurum odur ki, fərq eləməz. Sə oğlan, çə qız. İndi oğlana ya qıza bir söz atdılar, bu nə deyək, gelsin yaman desin. Çifinə vursun onun başına. Ya indi mod olub qızlar bıçaq qoyurlar çiftlərinə. Tez elə bıçağı çıxarsın. Nə xeyr? Ya elə bir cür bərxord edəcək şəxsiyyəti sındırmıyor. Daha bir bəbbəb yadımda bu əvail İngilizdə məclisin əvvəl dövrəsində ki, orada nümayəndələrin bir etibarnaməsi. Allah rəhmət etsin, Xəlxali vardı. O bir nəfər mallaların bir ilə bu ixtilafı varmış. Yox, o gəlib bunun yanından rədd olanda bir oturub səndəlidə, o mallar ki, bunun yanından sonra bir salam əleykum. Bu etibar. Birində var Xəlxali işləndi, durdu məclisin, o da qapdı yanına ki, mən cahiləm, mənə salam verirsən. Yəni, salam vermək onun düzündə var. Mümkündür bəzi mi? Munta, burada nəyin ki, deyək ki, sən cahilsən salam. Ya cahilanə bərxord eləsə, məsələn, salam baba, mən vaxtım yoxdur, işim var, getməliyəm. Siz buyurun, ev yoxdur, məsələn, bəyanın. Laxat bir nəhvənən cəvədə musalimətamiz rədd olar, bərxord eləməyəm. Vəlləzinə yəbitunə lirəbbihim succədən və qiyamə. İbadə-i Rəhman və əfraddırlar ki, elə gedən hamısın xor-xor yatmazlar ki, mütəəssifənə biz o işi görürük. Ya hamısı məsələn filmə baxmazlar. Bəlkə gecələr beytutə elərlər. Beytutə yəni gecə oyaq qalmaq bir yerdə. Gecə bizdə ayaq qalarlar. Ayaq qalarlar neynəmə var? Succədən və qiyamən. Bəray səcdə və qiyamu qul. Vəlləzinə yəqulunə mümin İbadə-i Rəhman və əfraddırlar ki, dua elərlər. Yəqulunə yəni dua elərlər. Deyərlər ki, Rəbbənə əsrif ənna əzabə cəhənnəmə. Deməzlər biz cəhənnəmdən qorxmuyor. Bəlkə deyərlər ki, Xudaya, əzab-ı cəhənnəmi bizdən münsərif elə. İnnə, niyə? İnnə əzabəhə kanə qərama. Bərayin ki, onun əzabı böyük qəramətdir. Allah göstərməsin. Dəysə, böyük zərər versin. Elələr qoyu dəysə, qoy bilik, belə mənədir. İnnəhə bu cəhənnəm saət müstəqərrən və müqama. Nə pis qərargahdır.
ne pis tevakkufgahdır. Müsteger değiller, müfessirler değiller. Karargah muvakkati, mugam, karargah daimi değiller. Çe daimi ola, çe muvakkati, ne pis karargah. خب از جمله خصلت‌های عباد الرحمن بیده بوده چه؟ والذین اذا انفقوا اولا اولا انفاق لله اما وقتش انفاق لله لم یسرفو انفاق دا اسراف لمزده یعنی bu hudud ilahiden tecavüz elemezler. Elə israf eləməzlər ki, elə infaq eləməzlər ki, özdə nanişəbə muhtac olsunlar. Və ləm yəqturu, çox da belə tənci nəzərli ilə də infaq eləməzlər. İndi məsələn, tərzi bir də mütəməvvəl adam istəyir çıxsın, məsələn, müsafətə, sədəq edir. Mütəməvvəl adam heç vaxt da gəlib indi 50 tümən sədəqə salmaz. Ya istəyir köməkliyi də əlin atsa cibinə, öz şənində əlin atsa cibinə. Bir var bir kasa vardır, kul darayəsi cibində 2000 tüməndir. Bir var o da məsələn bir 500 tümən ehsan eləyər. Bir də var ki, elə cibində seçkilərə nişan verir ki, milyarderdir. O da gələ o miqdar verər, o bu fərdidir. Xub, bəs neynə ibadır rəhman? Kanə beynə zalikə qəbama beynə ifrat و تفرید bir rah taadül teyilə. Kana beynə zalikə bu ifrat و tefridin arasında yusrefu oldu ifrat, yaktoru oldu tefrid. Bəlkə bunlar arasında yine qəbam olar, müteadil olar. Xob, da bəsdir bunun artıq vaxtınızı almayaq. Çünki saat 6-da bir iki nəfər xanımlardan təşrif edəcəklər, təziyə xalq geçsinlər. Bəlkə biz də eləyə bulaq bir iki dəqiqə ərəbi deyək sonra. Bəli. Xob, bu ərz eləyim. Xanım Sadəqi Quranda 14 yerdə səcdə konit var. Bir də budur. Bir də Sure-i Səcdədir. Bu 14 mövridin əhl-i təsənnun 14-ündə də səcd elərlər. Elə Quran oxuyacaq, səcd elərlər. Ki, əhl-i təşəyyüdə bunlar 4 mövriddədir. Ki, bir mövriddən elə bizdə səcd eləmiş o. Onlar deyərlər, səcdə-hay vacibə. Ki, bunu bizim uləmamız səcdə-i vacibə hesablamayıblar. Çünki bizim bu Quranlarımız Şafi Ərəbistandır, ona görə də əlamət səcdə qoyublar. Ərəblər bunlar oxuyanda səcd elərlər. O da surə 4 mövrid də fikrim haman hisslidir. Bir elə Sure-i Səcdələrdir ki, əslən səcdə elədik da şənbə günü, şənbə cələsəsində o surəni oxuyanda, səcdə etkəndə hamımız bizim anımızı qoyduq bizə. Biz Sure eləmədik. Biz oxumuruq onu ki, səcdə elədik. Bəli, biz bir yerdə səcdə eləmişik oxuyda. Onda bəs düzdür, çarşənbədə səcdə eləmişik. Yadımdan gəlir ki, biz səcdə eləmişik. Bir yerdə bir dəfə şənbəni eləmədik. Bir sureyi səcdədir, bir sureyi Fussilətdir, bir sureyi Eqrədir, bir də yox, Nəsr. Bu yox ana, yadımdan çıxır. Ələt bir də Nəsrdir. Bəqiyyəsində şiələr Nəsr ediləmirlər. Biz də ulamadan təbəyyət edir. O dörtdən adı əmr-i müstəqimdir, səcdə edir. Bunda deyir ki, onlara deyir səcdə edir. Səcdə bu cür bura. O dörtdən əmr-i müstəqimdir. Var, bəli. Əmr-i qeyri-müstəqimdir. Qilə ləhum. Onlara deyir səcdə edir. Xob, əssəlamu aleykum və rəhmətullah.